Qadınlara cidden yazığım gəlir. Mən təsəvvür edin ki, 30 yaşım var da mənim, 2 ildə qadınam. Mən 2 ildir qadınlığını elədiklərimi, düzdür, hala zəhmətimlə eləmişəm. Bu qadınlar 30 ildir, 40 ildir, 50 ildir eləyəmirlər. Baxırsan ki, 50 yaşı var, 30 il kirayədə yaşayır. Az neynirsən o kişini? Sənə ki, bir kişi ev ala bilmirsə 30 ilin içində, o kişini neynəcəksən? Vuracaqsan, dalından təpiyə atacaqsan. Mən 2 ildir qadınam, çox şükür. Cəmaatın qızının 30 yaşı var, ər üzünə həsrətdir. Hələ qapısını açan yoxdur. Mən 2 ildir qadınam, ərə də getmişəm. 3 dənə ev də almışam 6-7 ayın içində. Nə bilim, istədiyimi də alıram, istədiyimi də geyinirəm, istədiyim kimi də yaşayıram. İllərin qadınısınız, qadın olmağınızı seçə bilmədiniz. Ərinizi seçə bilmədiniz. Yaşamağınızı seçə bilmədiniz. Hər şey baxmışsınız qədərə. Öz qədərinizi özünüz yazın. Öz Allahınız özünüz olun. Öz həyatınızı özünüz yönətin. O, bu məhəllədəki osu busu deyil.